Hər bir Madridistanı salamlayırıq. Oppo'nun təqdimatında Madridin liqası efirdədir. Burada biz Madrid azarkeşləri sevimli komandamızın dünyanın ən nüfuzlu klub turnirindəki çıxışları haqqında məlumat veririk. Sentyabrın 16-sı Real Madrid Bernabeu'da Fransanın əfsanəvi təmsilçisi Marseille qəbul edəcək. Daha əvvəl komandalar Çempionlar Liqasında 4 dəfə qarşılaşıblar və hər birində Madridin qələbəsi ilə yekunlaşıb. Komandalar play-off mərhələsində qarşılaşmayıblar, yalnız qrup mərhələsində görüşürlər. 2003-2004-cü il mövsümündə Real Madrid, Marseille, Porto və Partizan ilə bir qrupda yer almışdı və 14 xalla qrup mərhələsində qalib olmuşdu. Maraqlısı odur ki, qeyd etdiyim Porto komandası Jose Mourinho'nun rəhbərliyi altında həmin mövsümdə Çempionlar Liqasının qalibi olmuşdur. Amma qayıdan Marseille komandasına. Fransızlar öz meydanlarında daha güclü rəqiblərinə müqavimət göstərsə də 1-2 hesabı ilə məğlub olmuşdular. Qolları Beckham və Ronaldo vurmuşdu. Öz meydanında Real Madrid daha inanlı qələbə qazandı. Oyun 4-2 hesabı ilə başa çatdı. Braziliyalı Ronaldo 2 gol vurdu. Digər 2 qolu rəqib qapısına Roberto Carlos və Figo göndərdi. Marseille komandası isə qrupda 3-cü yeri tutdu və yolunu UEFA kubokunda davam etdirdi. 2009-cu ildə isə komandalar yenidən eyni qrupda qarşılaşdılar. Digər 2 rəqibi isə Milan və İsveçrənin Zürih komandaları oldu. Real Madrid yenidən 1-ci yer tutdu. Marseille isə 3-cü yer tutaraq Avropa Liqasına, yəni köhnə UEFA kubokuna yollandı. Həmin oyunlarda Real Madrid səfərdə 1-3, evdə isə 3-0 hesabı ilə qalib gəldi. Maraqlıdır ki, Blancos'un hazırki məşqçisi Alonso Marseille ilə oyunda Madridin heyətində Çempionlar Liqasında debüt etmişdi. İndi isə məşqçi kimi eyni komandaya qarşı debüt edir. Ümumilikdə hər iki klubun formasını geyinmiş 11 oyuncu var. Onlardan ən tanınmışları isə bunlardır: Morientes, Makelele, Heinz və Lassana Diarra. Bugünlük bu qədər. Oyun haqqında fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Və həmçinin unutmayın ki, Çempionlar Liqasının bütün oyunlarını CBC Sport kanalında izləyə bilərsiniz. Hala Madrid!